Abşeron rayonunda ölkəmizi tanıyaq layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur aksiyanın iştirakçılarının yola salma mərasimi keçirildi. Bu layihə çərçivəsində rayon üzrə 40 şagird 4 gün ərzində Cənub bölgəsi ilə tanış olacaqlar. Yola salma mərasimi Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında təşkil edildi. Novruz bayramı ərəfəsində təşkil olunan maarifləndirici tur aksiyanın iştirakçıları olan məktəblilər əvvəlcə Kosa və Keçəlin Bahar qızın iştirakı ilə yallı getdilər. Daha sonra iştirakçılar ümumilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb xatirəsinə ehtiramlarını bildirdilər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov şagirdlərə turun məqsədi barədə məlumat verdi. Gənc nəsillərə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən ölkəmizi tanıyaq layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəlməsində, dünya görüşünün formalaşmasında mühüm rol oynayacaq. Fuad Cəbrayılov məktəblərə səfərlə bağlı tövsiyələrini verdi. Onlara mənalı istirahət, zəngin təəssürat arzuladı. Vurğulandı ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin rayonları, Azərbaycanın qədim tarixi memarlıq abidələri, muzey və mərkəzləri daha yaxından tanış olub, Cənub bölgəsinin görməli yerlərini gəzəcəklər. Şagirdlər isə onlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını ifadə etdilər. Bu layihə biz məktəblərdə vətən sevgisi aşılacaq. 1000 illər tarixi olan Azərbaycanımızın tarixi abidələrini öyrənməyə şansı verəcək. Təbii ki, ölkəmizin tarixini, təbiətini kitablardan oxuyub öyrənməklə kifayətlənə bilmərik. Qeyd edə bilərəm ki, bu layihənin əsas məqsədi biz şagirdləri yeni informasiyalar əldə etdirməkdir. Ona görə də prezidentimizin biz məktəblərə göstərdiyi qayğıdan layiqincə istifadə etməliyik. Mən həm öz adımdan, həm də ki, layihə iştirakçıları adından bizim üçün belə bir şərait yaratdığına görə prezidentimizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm və nəinki mən düşünürəm ki, elə hamı Allahdan arzu edirik ki, tezliklə işğal altında olan torpaqlarımız işğaldan azad olunsun, növbəti ölkəmiz tanıyaq layihəsini orada davam etdirək. Hal-hazırda hansı rayona gedirsiniz? Lənkəran, Lerik, Cənub bölgəsində gedir, Astara, Lerik. Nə işlə keçirirsiniz? Hal-hazırda gedirsə həmin rayonlara, nə edəcəksiniz? Heç gəzəcəyik, eləyəcəyik. Mən heç oralara getməmişəm ümumiyyətlə. Tanımıram, eləmirəm. Mən oralar tanımaq, bilmək, görmək istəyirəm. Muzeylərin hər bir qarşı torpağını gəzmək istəyirəm. Bu layihə Prezidentimiz İlham Əliyev tərəfindən verilmişdir. Şagirdlərimizin görmədikləri yerləri, tarixi yerləri, gəzmələri daha çox dünya görüşlü olmaları üçün hazırlanmışdır. Biz şagirdlər də sevinirik ki, görmədiyimiz yerləri gəzəcək, daha çox bilgilərə sahib olacaq və vətənimizə layiq uşaqlar olacaq. Cənub bölgəsinə səfərimiz olacaq. Lənkəran, Lerik, Astara kimi bölgələri gəzəcək. Bu gözəl layihəyə görə hamını təbrik edirəm. Bu gözəl layihəni təşkil edən ölkə prezidenti İlham Əliyevə böyük təşəkkürümü, şagirdlərimiz, rayonumuz adından böyük təşəkkürümü bildirirəm. Bu gözəl layihə ilə bağlı biz payız tətilində Şəki, Qəbələ, İsmayıllı zonasında olmuşduq. Oranın tarixi mədəniyyəti ilə, tarixi abidələri ilə tanış olmuşduq. İndi isə bugünkü gün yaz tətili ilə bağlı olaraq bu günləri Cənub zonasına gedirik, səfər edirik. Sonra şagirdlər onlar üçün ayrılan avtobusla yola düşdülər. Nizami Rəsulov, Kamil Quliyev, Dünya TV.